İnsanlar xüsusən iş mühitində öz statuslarını və vəzifələrinə güvənməməyi olaraq qəbul edirlər. Bu onlara müvəffəqiyyət hissi və özgüvən verir. Vəzifə yüksəlişi, tanınma və status qazanmaq insana cəmiyyətdə öz yerini möhkəmləndirmək üçün vasitə kimi görünə bilər. Ancaq bu çox vaxt incə bir xətt üzərində balans qurmağı tələb edir. Rütbəyə ifrat bağlılıq insanın özünü digərlərindən üstün görməsinə, başqalarını isə dəyərsiz hiss etməsinə səbəb ola bilər. Bunun nəticəsində insanın özünü təhlil etmə qabiliyyəti zəifləyir. Artıq o, başqalarının fikirlərini, duyğularını və töhfələrini önəmsəməkdə çətinlik çəkir. Empati və qarşılıqlı anlaşma əvəzinə yalnız öz mövqelərini qorumağa, gücləndirməyə yönəlir. Onun üçün vacib olan artıq nəinki şəxsiyyət və qabiliyyətləri deyil, sadəcə statusunu qoruyub saxlamaqdır. Bir vəzifəli şəxs öz mühitindən çıxıb başqa bir mühitdə bir neçə gün qalanda, artıq insanlar onun nə vəzifəsini, nə də iş yerindəki rütbəsini bilmir. Belə bir vəziyyətdə o, özünü daha yüksək mövqedə göstərmək üçün təkəbbürə əl atır. Çünki alışdığı üstünlük hissini itirmək istəmir. O, ətrafdakılara statusunu sübut etmək üçün öz davranışlarını dəyişdirə, təkəbbürlü və soyuq rəftar nümayiş etdirə bilər. Lakin əslində bu həyatda insanlar bir-birinə hörmət etməsələr də, onların gücünə hörmət edirlər. Çünki onlardan müəyyən maraqları üçün istifadə edirlər. Qorxunc tərəfi isə odur ki, bir rütbəli və eqolu şəxsin gücünə artıq heç kimin ehtiyacı qalmayanda, o, həqiqi dəyərini anlayır. Onda artıq şəxs həyatının necə çirkin bir formada yaşadığını dərk edir. Lakin çox gec olur. Bu növ status bağımlılığı insanın perspektivini daraldır. Öz üstünlüyünü hiss edən şəxs başqalarının fikir və hisslərini göz ardı edərək yalnız öz istəyinə və məqsədinə fokuslanır. Onun üçün artıq ən vacib məqam öz statusunu qorumaq və başqalarına öz üstünlüyünü sübut etmək olur. O heç fərqinə varmadan ətrafındakı insanlarla əlaqəsini zəiflədir və onlarla aradakı emosional məsafəni böyüdür. İş mühitində və sosial dairədə belə şəxslərə qarşı mənfi münasibət formalaşır. İnsanlar ona qarşı kin və narazılıq bəsləməyə başlayır. Lakin o, çox vaxt bunun fərqinə varmır. Özünü həmişə haqlı və toxunulmaz hiss etdiyi üçün ətrafdakıların ona qarşı dəyişən münasibətini görmək istəmir və ya buna məhəl qoymur. Lakin zaman keçdikcə bu münasibət ona qarşı açıq şəkildə hörmətsizliyə və laqeydliyə çevrilir. Sistemin iş prinsipi və rütbəyə həddindən artıq bağlı insanlar arasında incə bir balans mövcuddur. İş yerlərində və idarələrdə onlar verilən tapşırıqları yerinə yetirirlər. Lakin zamanla rütbələrinin gücünə arxayın olaraq yalnız özlərindən daha aşağı statusda, lakin daha savadlı kadrları idarə etməyə çalışırlar. Bu isə tarazlığın pozulmasına səbəb olur. Belə bir disbalans nə zamansa fiziki müdaxiləyə və ya ciddi qarşıdurmalara gətirib çıxara bilər. Unutmaq olmaz ki, hər birimizin malik olduğu ən fundamental status insan olmaqdır. Ən pis halda bu təkəbbürlülüyün insanı yalnız bir şəkildə düşünməyə və inkişafdan geri qalmağa gətirib çıxarır. O yeni fikirlərə qapalı olur. Öz üstünlüyünü sübut etmək üçün başqalarını alçatmağa çalışır və nəticədə tədricən ətrafından təcrid olunur. İnsan ancaq öz gücünü itirəndə ətrafdakıların ona olan həqiqi münasibətini anlayır. Amma vəziyyəti düzəltmək və hər şeyi başdan başlamaq üçün güclü xarakter tələb olunur. Güclü xarakterə sahib insan isə bu səhvə heç vaxt etmir. Həyatda status və vəzifə müvəqqətidir. İnsanları dəyərli edən onların vəzifələri deyil, şəxsiyyətləri, düşüncələri və başqalarına göstərdikləri münasibətdir. Rütbə və mövqe insanın xarakteri və davranışı ilə tamamlanmadıqda nə qədər yüksək olsa da bir gün dəyərini itirir. Ən önəmlisi insanın özü və ətrafındakı dünya haqqında real təsəvvürlərə sahib olmasıdır. Çünki sonda insanı yüksəldən nə rütbə, nə də gücüdür. İnsanı yüksəldən onun beyni və daxili dünyasıdır. Bu fikirləri qəbul etməyənlər əslində bəzi mətnlərdə özlərini ifadə edənlərdir. Lakin bunu heç vaxt açıq şəkildə etiraf etməyəcəklər. Onlar yalnız səni təkbətək söhbətdə dəstəkləyəcək, amma cəmiyyət qarşısında susmağa üstünlük verəcəklər.